İstirahət etdiyiniz halda belə özünüzü daim yorğun, halsız və motivasiyasız hiss edirsiniz. Səhərlər yuxudan doymamış oyanır, gün ərzində enerjinizi toplamaqda çətinlik çəkirsiniz. Mütəxəssislər bildirir ki, bu hallar sadə yorğunluq deyil, xroniki yorğunluq sindromu ola bilər. Xroniki yorğunluq fiziki gücsüzlükdən daha çox emosional və zehni tükənmə ilə müşayiət olunur. İş həyatının gərgin ritmi, davamlı stres və qeyri-kafi istirahət bu sindromun əsas səbəbləri sırasındadır. Mütəxəssislər bu problemin fiziki, psixoloji və qidalanma ilə bağlı səbəblər ola biləcəyini bildirirlər. Xroniki yorğunluq sindromunun əsas əlamətləri insanın daimi yorğun olması, iş görmə qabiliyyətinin aşağı düşməsi, narahat özünü hiss etməsi, bütün bədənində gəzən, bəzən lokal ağrıların olması. Bu xəstələr daima özlərində yorğunluq və bədənlərində ağrı hiss edirlər. Depressiya, meyillik, əhval-ruhiyyənin tez-tez dəyişməsi, çox əsəbilik, çox qıcıqlanma, hər şeyə çox tez reaksiyanın verməsi kimi əlamətlər də ola bilərlər. Belə insanlar çox tez küsəyən olurlar, özlərinə tez qapılırlar. Bəzən bu insanlarda həddən çox yeməyə meyillik, bəzən isə əksinə yeməkdən qalma kimi hissiyatlar da ola bilir. Daxili xəstəliklər üzrə həkim Nəbi Absalamov isə bildirir ki, xroniki yorğunluq bəzən daxili orqan problemlərinin ilkin əlaməti ola bilər. Böyrək xəstəliklərindən tutmuş, ürək xəstəliklərindən tutmuş, ağciyər xəstəliklərindən qədər bütün orqanların pozğunluqlarında xronik yorğunluq ola bilər. Amma bir insanda xronik yorğunluq varsa, bunun səbəbini araşdırmaq lazımdır. Bu başqa bir orqanda xəstəlik varsa, bu xronik yorğunluq 1-dirsə 5 olacaq. Xronik yorğunluğun 90%-nin səbəbi əlimizdəki telefon, planşet və ya kompüterdir ki, bunların mavi işıqları ciddi yorğunluq yarada biləcək səviyyədədir. Xronik yorğunluğun altında müxtəlif vitamin əksiklikləri də yata bilər. Xüsusən də burada qeyd etmək lazımdır vitamin D əksikliyini. Fitoterapevt Elnur Eldaroğlu xroniki yorğunluğun bəzi hallarda anemiya və hormonal pozuntular kimi səbəblərdən qaynaqlandığını deyir. O, enerjini artırmaq üçün təbii bir qarışım da tövsiyə etdi. Dəmir, xüsusilə davamlı anemiyası olan, yəni qan azlığı olan insanlarda xroniki yorğunluq, hətta təngi nəfəslik, halsızlıq və ümumiyyətlə gücsüzlük yarana bilir. Bəzi hormonal xəstəliklərdə də xüsusilə qalxana bənzər vəznin daha az işləməsi zamanı insanda xroniki yorğunluq yarana bilər. Təbii ki, buraya aktiv həyat tərzi, normal yuxu rejimi və qidalanma təsir göstərir. Götürülür keçibuynuzu meyvəsini toz halına götürün, 100 qram. 100 qram buğda cücərtisi toz halına salın, 100 qram balqabaq toxumunu toz halına salın, ağ küncüt toxumunu 100 qram götürüb toz halına salın, bir də çiçək tozu, o da 100 qram. Bütün bu 100 qram olan məhsulları götürün, 1 kiloqramlıq bala qarışdırın və gündə 2 dəfə yeməkdən sonra və yaxud da yemək vaxtı 1 desert qaşığı yeyə bilərsiniz. Xroniki yorğunluq problemi yaşayan insanlar çox vaxt enerjisiz, halsız və demotivasiya olmuş halda gündəlik həyatlarını davam etdirməyə çalışırlar. Diyetoloq Şəfa Yadigarova deyir ki, yorğunluğun əsas səbəblərindən biri düzgün qidalanmamaq və orqanizmdə zülal çatışmazlığı ola bilər. O təklif edir ki, sadə karbohidratlar, qazlı içkilər və energetiklərdən uzaq durulmalı. Gündəlik qida rasionuna heyvan və bitki mənşəli zülallar daxil edilməlidir. Hansısa planları qurursunuz və artıq günün sonuna günorta vaxtı artıq planlardan imtina edirsiniz. Əksər insanlar qeyri-normal, qeyri-düzgün pəhrizlər saxlayırlar, az kaloriyələr qidalılar və qidalanma nəticəsində bədənlərində zülal itkisi olur və zülal itkisi birinci növbədə həm dərinin vaxtının tez qocalması, yorğunluq, halsızlıq, depressiv əllara gətirib çıxarır. Ona görə bunu aradan götürmək üçün təbii ki, bir profesional mütəxəssisə müraciət etsələr daha yaxşıdır və qidalarında daha çox zülallı qida, burada heyvani mənşəli və bitkisel mənşəli zülallardan daim istifadə etsələr daha yaxşıdır. Sadə və tez həll olunan karbohidratlardan imtina etsələr daha yaxşıdır. Qazlı içkilər, energetiklər ümumiyyətlə yox deməlidirlər.
Xroniki yorğunluq xüsusilə uzun saatlar işləyən, davamlı stres altında olan və hətta tətil zamanı belə tam istirahət edə bilməyən insanlar arasında geniş yayılmış problemdir. İnsan resursları üzrə mütəxəssis Sevda Quliyeva bildirir ki, İnsan Resursları Departamenti əməkdaşlarla psixoloji görüşlər və fərdi söhbətlər təşkil etməklə onların vəziyyətini daha yaxşı anlaya və lazımi dəstəyi göstərə bilərlər. Bu təkcə fiziki deyil, həmçinin emosional və zehni tükənmə ilə də müşahidə olunur. Bu halların qarşısını almaq üçün HR-lar tərəfindən psixoloji görüşlər, individual söhbətlər, vəzifə öhdəliklərini yenidən nəzərdən keçirmək, ehtiyac olduğu halda həmin vəzifələri distant və ya flexible iş qrafikinə keçirmək, digər hallarda isə həmin şirkətin işçilərin, əməkdaşların istirahəti üçün müəyyən bir istirahət otağı kimi adlandırılan bir güşə yaradılması mümkündür ki, burada artıq həmin əməkdaşlar müəyyən nahar fasiləsində və ya gərgin iş saatlarından sonra yarım saat, 1 saat vəziyyətdən asılı olaraq onlar artıq orada öz istirahətlərini edə bilsinlər və fiziki yorğunluğunu, həmçinin ehtiyac varsa və zehni yorğunluğunu aradan qaldırsınlar. Psixoloq Elgül Ağrızayeva qeyd edir ki, insanların tətil zamanı belə özlərini yorğun hiss etmələrinin səbəbi fiziki deyil, emosional və psixoloji yüklənmələrdir. Burada əsas səbəb fiziki yorğunluq deyil, emosional və zehni yüklənmədən ibarətdir. Belə ki, şəxs stresli həyat tərzi keçirirsə, gərgin iş rejimində çalışırsa, sadəcə olaraq fiziki dincəlmək onu xilas etməyəcəkdir. Burada psixoloji dəstək çox önəmlidir. Vaxtaşırı olaraq psixoloji dəstək almaq şəxsi bu narahatlıqlardan qoruyacaqdır. Digər bir səbəb isə iş və şəxsi həyat balansının qorunmasıdır. Şəxs bu balansın qorunmasına diqqət edərsə, öz hobbilərini və məşğuliyyətlərini unutmazsa, gələcəkdə xroniki yorğunluq sindromu yaşamaqdan uzaq olar. Nevroloqlar xroniki yorğunluqdan əziyyət çəkən şəxslərə mühit dəyişimi, idman və üzgüçlüklə məşğul olmağı tövsiyə edirlər. Xroniki yorğunluqdan əziyyət çəkən şəxslər üçün düzgün qidalanma, kifayət qədər istirahət, aktiv həyat tərzi və psixoloji dəstək təmin edilməlidir. Kompleks yanaşma sayəsində psixoloji yorğunluqla mübarizə aparmaq və sağlam enerji ilə dolu həyata qayıtmaq mümkündür. Nigar Rəcəbova, APA TV.